Aslan bəy, çoxdandır sizi ekranlarda görmürük. Son vaxtlar nə işlə məşğul olursunuz? Məşğulam deyəndə öz sənətimlə, teatrdayım. Əsas yerim Azərbaycan Dövlət Kukla Teatrının aktyoru. İşim o. Sizə kino və teatr layihələrindən dəvət gəlirmi? Sözü düzü bir neçə dəfə olub, ürəyimcə olmayıb. Ona görə də etiraz eləmişəm, getməmişəm. Uzun illər səhnədə və ekran qarşısında çalışan aktyor kimi bugünkü Azərbaycan kino və teatr mühitini necə qiymətləndirirsiniz? Bu sahənin problemləri sizcə nələrdir? Birinci, düzgün kadrların seçilməməsidir. İkincisi də ki, yaradıcı potensial get-gedə zəifləyir. Yoxdur, yox dərəcəsindədir. Ona görə də inkişaf yoxdur. Mən əvvəl gördüyüm kino studiyada indi heç əsər-əlamət yoxdur. Mən əvvəl orada dublyajda olurdum, gedim, amma indi yox. Heç bir texnika olmadığı dövrdə gözəl şedevr əsərlər yaranırdı. Baxın əvvəlki filmlərimizə gör necədir. Amma indi yarada bilmirlər. Gördüm, düzgün aktyor potensialı yoxdur. Düzgün seçim yoxdur ona görə. Azərbaycanda ilk dəfə balaca boylu aktyorların bir araya gəldiyi Bakı Karlik teatrı yaradılıb. Balaca boylu aktyorların ayrıca teatrda fəaliyyət göstərməsi sizcə doğru yanaşmadır, yoxsa onların digər teatrlara da inteqrasiyası vacibdir? Ümumiyyətlə, dünyanın bir çox yerində balacalar teatrı var, balacalarda Nevarat ansamblı var. O cümlədən Leningradda dünyaca məşhur müzikol var, Malinki Siyani. Türkiyədə 7 cücələr var, bir neçə ölkədə var və həddindən artıq o ölkələrdən onlara düzgün münasibət var, yaxşı münasibət var. Mən hətta onların hər iki kollektivdə baxmışam onlara. Bakıda çoxdan yaranmaq fikri var idi. Hətta biz Leningrad müzikolun rəhbəri rəhmətli Rafiq Ağayev istədi Bakıda yaratsın və təkan verən olmadı. O kollektiv gətirmək istedi. Birinci, bu elə bir maraqlı bir kollektivdir ki, maraqlı bir qrupdur ki, hər kəs istər-istəməz buna maraq göstərir. Və keçən il bizim sənət yoldaşımız Natiq Fərzəliyev, Gənc Tamaşaçılar Teatrının aktyoru, nəysə zəngləşdik, belə bir təkliflə çıxış elədi ki, bəlkə belə bir şey olsun, yaradaq. Və biz hamımız da onu alqışladıq və yarandı. Hal-hazırda Bakı Balacalar Teatrıdır. Bir dənə tamaşası gedir və ikinci tamaşa indi hazırlanır. Rəhbərlik də maraqlanır. Ardasa bir aydan qabaq möhtərəm prezidentin köməkçisi Anar müəllim gəldi, görüşdü kollektivlə və çox tamaşaya da bir parça baxdı. Mənə belə gəlir ki, bu kollektiv həm tamaşaçı tərəfdən, həm başqa rəhbər orqanlar tərəfindən dəstəklənsələr, bu nəinki Azərbaycanda, dünyada öz sözünü deyə biləcək. Qaldı ki, orada işləmək məsələsində, bəli, orada 2 aktyor, 3 profesional aktyor var orada. Bir qız xanımdır, Ülviyə xanımdır, heç yerdə işləmir. İncəsənət Universitetini qutarıb işləmir. Natiq Fərzəliyevdir, bir də mən. Natiq Gənc Tamaşaçılar Teatrının aktyorudur, mən də Abdullah Azərbaycan Dövlət Kukla Teatrının aktyoruyam. Başqa yoxdur, hərəsi bir sahədə çalışır. Əgər təsdiqlənsə bu, qanuna minsə, özünün binası, özünün ştatlar ayrılsa, əlbəttə ki, bu aktyorlar yalnız burada işləyəcək və gözəl də nəticə olacaq. Bax, deyirəm yenə, bir dənə təzə hazırlanır, bir gecənin nağılı tamaşası gedir, 2 aktyor iştirak edir, Ülviyə xanımla Pərviz bəy. Çox gözəl. Gələcəkdə artma ehtimalı var, aktyorlar yeni. Var, müraciət edənlər çoxdur. Müraciət edənlər çoxdur. Bizdə heç kimdə də demirik olmaz. Əslində istəyirik ki, nə qədər çox olsa, bəli, onlarla hərəsinin bir problemi ola bilər. Bəzən elə vaxt olur ki, bir məşqə gələ bilməz və yaxud da gəlir. Həm də ki, onlarla mütəmadi artıq püxtələşəndən sonra onlarla əlavə bir növ dərslər keçiriləcək. Onların səhnə nitqi ilə, səhnə hərəkəti ilə bunlar olacaq. Çox yaxşı olar, yaxşı teatrdır. Hər halda yəqin ki,
eşitmişsə, onun yaxşı səsini də eşidəcəksiniz. Çox gözəl gözəldir tamaşa. Artıq 5-ci, 6-cı tamaşası gedir. Bir gecənin nağılı. Çox teatr sevərlər də, tənqidçilər də rəy yazırlar hamısı. Dünyada ictimai kanaldan bunun haqqında veriliş getdi. Ondan qabaq Xəzərdən getdi. Yaxşı olur. Məncə yaxşı olacaq. İndi görək nədir. Uğurlar arzulayıram. Sizə də sağ olun, sağ olun.